təzə bayram çıxıb, Halloween bayramı. Bu get-gedə də yayılır. Bəzi valideynlər uşaqlarını sevindirmək, güldürmək üçün bu bayramı qeyd edirlər. Yəni bu bayram barədə qısa məlumat qorxudurlar, qorxu bayramıdır. Yəni əsasən tarixində qeyd olunur ki, 31 oktyabr ölülərin ruhunun qayıtdığı bir bayram kimi qeyd olunub və sonradan belə əyləncə formasına gəlib çıxıb. Belə bir bayramı keçirmək bizim dinimizə necə təsir edir? Allah sizdən razı olsun. Bismillahirrahmanirrahim. Elhamdülillah. Ən birinci salamlayıram hər kəsi Allahın salamı ilə. Sonra bilmək lazımdır ki, şəriətimiz hər bir şeyi əhatə etdiyi kimi bayramlar mövzusunda da bizlərə açıqlama bəyan verib. Şəriət bu barədə bizi qafil qoymayıb, elmsiz qoymayıb. Peyğəmbər sallallahu aleyhi və səlləm bizi bu barədə elmsiz saxlamayıb, əksinə xəbər verib. Və bildiyimiz kimi bayramlar nə ilənsə əlaqəli olur və hər bir bayramın nəyəsə dayanacağı olur, nəyəsə söykənəcəyi olur. Və görürsünüz ki, bəzi bayramlar və ya bəzi qeyd olunan münasibətlər küfrə və ya şirkə və ya hansısa bir insan ağlına sığmayan, insan ağlına, sağlam insan ağlına uymayan şeylərlə əlaqələndirilib keçirilir.